Həftəlik bürclər, od ünsürləri, qoç, şirox atanları bu həftə nələr gözləyir? Qoçlardan başlayaq. Qoçlar bu həftə, belə deyim də sizə, bu həftə qoç kimi olmayacaqsınız. Bu həftə çox emosional olacaqsınız. Bu həftə elə başlayacaq ki, beyniniz, düşüncələriniz qarışmış bir vəziyyətdə olacaq. Ətrafınızda insanların sizə qarşı düşüncələri, ətrafınızda insanların sizə qarşı fikirləri nədir, özünüz də bilməyəcəksiniz. Həftənin ortalarına doğru, belə deyim də, yenilənmə qərar verəcəksiniz. Bəzi şeyləri bitirib yenilənmə başlaya bilərsiniz. Ayrılıb özünüzü yeniləyə bilərsiniz. İşlə bağlı bitişlər edib yenilənmiş bir vəziyyətə keçə bilərsiniz. Bilirsiniz necədir? Bu həftə qarşınızda olan maneələri aşma zamanıdır. Neçə vaxt həyatınızda olan maneələri uzadırsınız, boşluğa salırsınız, qərarsızlıq edirsiniz. Bu həftə o zamanı deyil. Çünki yenilənmiş ilə dövr keçid eləyəcək deyə. Bu həftə qərarsızlıqlarınız, yarımçıq qoyduqlarınız, parçalanmış vəziyyətdə olan nüanslarınızın hamısını bitirməlisiniz. Özünüzü gələcəyə doğru aktiv formada qoçlar aktivləşdirməlisiniz. Bu həftə kəskin danışıqlarınız var, sərt ifadə etməyiniz var özünüzü insanlara qarşı. Həftənin sonlarına doğru sosiallığınız, həftənin sonlarına doğru özünüzü dəngələşdirə bilərsiniz. Yenilənmiş bir nüansda ola bilərsiniz. Amma bu həftə o gücdə özünüzü hiss eləmirəm. Bu həftə özünüzü daha çox, belə deyim, sevgiyə, diqqətə ehtiyac hissi duyacaqsınız, amma danışığınızla bunu ifadə etməyəcəksiniz. Danışığınızdan itələnmiş vəziyyətdə olacaqsınız. Yəni, disbalans olacaqsınız. Balansınızı bu həftə qura bilməyəcəksiniz. Beyin başqa istiqamətdə, enerji başqa istiqamətdə, fiziki qüvvəniz başqa istiqamətdə olub, kaş olacaqsınız. Həftənin sonlarına bacarırsınızsa, biraz başınızı qatıb yenilənmə enerjinizi yenilənməyə çalışın və qərarlı olmağa çalışın. Çünki bu həftə böyük bir udar yoxdur, amma sizin havada qalmış bir vəziyyətiniz var. Bu da qoçlara xas bir nüans deyil. Onlar idarəçiliyi və gücü xoşlayırlar. Ümumi dəyərləndirsə 65%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Şirlərə gələndə şirlər bu həftə biraz illüziya dünyasında olacaqsınız. Arzu, xəyal qurmağa ehtiyac yoxdur şirlər. Çünki siz, belə deyim də, realist olan bir insanlarsınız. Ağda ara, qaradır qara. Bu həftə elə bir xəbər alacaqsınız ki, sizi sevindirəcək bir xəbər olacaq. Bu yeni bir tanışlıq ola bilər, yeni bir güc ola bilər, yeni bir başlanğıc ola bilər. İstəkləriniz bu həftə həddən artıq çox olacaq. Maddiyyat sizə heç bu həftə qane etməyəcək, amma maddiyyat sizə doğru gələcək. Stabilliyi qurmağa çalışacaqsınız, şansı olaraq, özgüvən olaraq, gedişat olaraq hər şeyi beyninizin içərisində aktivləşdirməyə çalışacaqsınız, amma bunu aktiv bacara bilməyəcəksiniz. Sanki dəngəsizliyiniz daha çox olacaq. Amma buna baxmayaraq həftənin uğurlarından da biri sizsiniz, tərəzilər kimi. Narazıçılıqlarınız, deyingənliyiniz bu həftə çox olmasına baxmayaraq təkliyiniz də biraz çoxdur. Yəni çox özünüzlə hər şeyi düşünməyə çalışacaqsınız və düşünərək də hər şeyi həll etməyə bacaracaqsınız. Amma beyninizi çox istifadə etməyin şirlər, çünki sizdə hər şey risk edici şəkildə. İstəyirəm, edirəm, istəyirəm, gedirəm, istəyirəm, alıram. Şirlər bunu bacaracaqsınız. Həftənin sonlarına doğru qadın kimi şanslarınız, həftənin sonlarına doğru qadın kimi, kişi kimi gücünüz, qadın kimi gücünüzü bərpa etməyə bacaracaqsınız. Gözəl həftədir. 89%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Şirlər, ox atanlar. Məni narahat edənlərdən biri də dolçalar və ox atanlar sizlərsiniz. Ox atanlar bu həftə sağlamlığınız, ətrafınızda baş verən problemlər, yolunuz, maşınla əlaqədar problemləriniz, insanlarla əlaqədar kontaktınız, özü ifadə etməyiniz bərbad vəziyyətdədir. Yəni, bu həftə o deyil də, dövlətlə əlaqədar bəzi işlərinizi həll edəcəksiniz, əsəbi şəkildə olacaqsınız, soyuqluğunuzu, kobudluğunuzu, evlə tikinti ilə əlaqədar olan hər şey bərbad vəziyyətdədir. Yəni, sanki çatdıra bilməyəcəyiniz, heç nəyi vaxtında edə bilməyəcəyiniz, özünüzü stabil apara bilməyəcəyiniz bir nüansda olacaqsınız, qıcıqlanmalarınız çox olacaq, özünüzü ifadə edə bilməyən bir nüansda olacaqsınız, sanki havada olacaqsınız və yenilənmiş bir vəziyyətə keçəcəyinizi tam olaraq, gedişat olaraq görmürəm. Amma buna baxmayaraq belə bir söz deyirəm sizə. Ən birinci məqamda məni narahat edən nüanslardan birincisi sizin insanlarla danışığınızda olan problemlərin aktiv olmasıdır. Yəni, bacararsınızsa bunu sağlamlıq olaraq, danışıq olaraq düzəltməyə çalışın. Həm sağlamlığınız, həm özünüzü ifadə etməyiniz, həm şəxsiyyətiniz bərbad vəziyyətdədir. Bunu düzəldə bilsəz, gələcək çərçivəsinə doğru, bəlkə gələn həftəyə doğru stabilliyi qura bilərsiniz. Amma bu dəqiqə tam istədiyiniz stabilliyi görmürəm. Çünki həftənizin uğurlu olması 62%-ə qədərdir, amma bu da çox deyil.